Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Ümid edirəm yaxşısınız, avtomobilləriniz də yaxşıdır. Deməli, avtomobil BYD Destroyer 05-dir. Avtomobilimizin nasazlığı gördüyünüz kimi ekranda selektorda parking görünmür. Parking yanır, sönür. Və eyni zamanda akkumulyatordan belə deyək, xətalar var. İndi biz avtomobili qəbul üçün müəyyən şeyləri yerinə yetirmişik. Evakuatorun üstündə gəlmişdi deyə diagnostikada müəyyən şeyləri yerinə yetirdik. O bölməni sizə göstərə bilməyəcəm. Amma yekun nəticədə diagnostikada bizə problemin VCU, yəni nədir bu VCU bloku? Aha, gördüyünüz kimi maşın söndü. VCU Vehicle Control Unit mənasına gəlir. Ümumi avtomobilin idarə etmə modudur. O yerləşir Destroyer 05-lərdə sürücü tərəf oturacağın altında. Və bu modul sıradan çıxdıqda avtomobil gördüyünüz kimi heç bir halda reaksiya vermir. Akkumulyatorun tam olmasına baxmayaraq heç bir şeyə reaksiya vermir. Bir növ BSM kimi fikirləşə bilərsiniz və bu blok BSM ilə birbaşa əlaqədədir. Ümumiyyətlə avtomobilin bütün əsas modulları ilə birlikdə birbaşa əlaqədə olur. Və avtomobilin işə düşməsi üçün, düzgün işləməsi üçün lazım olan bütün parametrləri özü tənzimləyir. İndi biz dediyim kimi müəyyən işlər yerinə yetirmişik burada. Hansı ki artıq aşkarladığımız bir şey də var. Avtomobil uzun müddət suyun içində qalıb. Deməli buranın sıxırıq gördüyünüz kimi sudur. Akkumulyator da yerləşir burada. 12 volt akkumulyatorda. İçində platası var. Deməli yekun nəticədə diaqnozumuz oldu ki VC blokuna belə deyək qidalanma var, amma blokdan cavab yoxdur. Deməli burada da sizə onu göstərə bilərəm istəsəniz diaqnostikada. Avtomobilin bütün VCU Message Communication Timeout. Deməli gördüyünüz kimi burada bütün blokların hamısı VCU ilə əlaqədən şikayət edir. VCU-nun özü harda? Özü isə burada gördüyünüz kimi SIM subnet Vehicle Control Unit No Response. Cavab yoxdur. Artıq avtomobilə permiska verib avtomobili oyatmışıq və oturacağı da seçib qoymuşuq kənara. Qoruyucularını yoxladım, pirdaxran tellərini. Demək işıq salım, rahat görün. Deməli gördüyünüz kimi orada bir qoruyucu blok var. Üstündə yazılanlarda bu vardı buradadılar. Deməli mən orada yoxladım. Burada 5 amperlik qoruyucu olmalıdır bizdə. Hansı ki VCU blokunu Vehicle Control Unit'i qidalandıran. Gördüyünüz kimi 17-ci 5 amperlik qoruyucudur. Və qoruyucu salamatdır. Normal qaydasında işləyir. Bir daha da yoxlaya bilərik. Deməli yoxlayırıq 5 amperlik qoruyucunu. Bir daha göstərim buradan. 17 nömrəlidə 5 amperlik blok qidalandırıcı. Deməli VC blokunu qidalandırır gördüyünüz kimi burada. Həmin qoruyucu da budur. Bir ikinci qoruyucudur buradadır. Bu qoruyucudur. Burada da deməli üzrə sayın 3-cü qoruyucu, daha doğrusu 1, 2, 3-cü qoruyucu. Deməli 1, 2, 3-cü qoruyucu. Yuxarıdan 30 amperliyin altındakı 5 amperlik qoruyucudur. Deməli gördüyünüz kimi indikatorun işığını görürsünüz. Tamam, yaxınlaşdı. Hər iki tərəfdən də işığı görürsünüz də. Düzdür, indi fokuslana bilmir. Aha, indi fokuslandı. Qidalanma var. İndi keçək blokun özünə. Deməli VCU bloku dediyimiz kimi yerləşir sürücü tərəf oturacağın altında, düz burada. Həmin o bloku çıxartmaq üçün təəssüf ki biz çixolu kəsməli oluruq. Deməli burada Çinli mühəndislər bilmirəm nə üzr belə bir şey eləyiblər, amma məncə daha yaxşı, daha sadə bir üsulla qoymaq olardı. Neysə, işimizə davam eləyək biz. Ehtiyatla kəsirik ki
naqilləri sonra zədələməyək. 3 ədəd 10 boltu var üstündə. Blok budur. Həmin o vehicle control unit budur. Gördüyünüz kimi vehicle control unit. Bir dəqiqə çıxardım, daha yaxşı mən sizə göstərəcəm. Və eyni zamanda bu vehicle blok hibrid kontrol unitləri, yəni Toyota Prius'larda qarşılaşdığımız belə deyək, hibrid kontrolla eyni şeydir. Və deməli bloku çıxartdıq. Kodları budur. Qidalanmasını falan yoxlayacağıq indi. Baxaq görə nədir, nə məsələdir. Özündə 90% mən özümdən ehtimal verirəm, 90% blokun özündə problem var. Deməli, bəli, yekun nəticədə qoyduğumuz diaqnoz görürsünüz ki, avtomobilin vehicle bloku, yəni mən də bunu indi görürəm, avtomobilin sən demək altına su dolu və vehicle bloku demək olar ki, yəni bu vəziyyətdədir. Kontaktları təmizləyəcəm mən, amma bilmirəm nə effekt verəcək. Selamünaleyküm. Bugün öz maşınımıza biraz qulluq eləyək. Xodlayım, suda sürmüşük. Belə çox pis səs çıxardır. Kondisioner kompresörü danışır burada. Yəni kondisioner kompresörü çox pis səs eləyir. Rolikləri dəyişmişəm. Yəni qalıb kompresor. Şimdi bunu sökək. Pasinikini dəyişir. Səsi yəqin ki eşidilir də. Remeni çıxartdım. Bu dircək yaxşıdır. Kondisioner kompresorundan çox bərk səs gəlir. Sökün bunu. Elə burada da dəyişir. Kompresor salladım. Səsə bax ya. Adama deyirlər bu gölə niyə salırdım bu? Maşını dərin sularda sürməyin fəsadı budur. Gedirdi, sürürdüm, ləzzət eləyirdi. Bax indi bütün dircəklər səs eləyir hamısı. Buralar nə vuruyor? Yox. Hadi be ya baskılı benim alayım. Safa gidersen ha. Hay yapacağız onu da suyun altında sürmüşəm. Padvod molotka kimi oradan oraya sürüyorum. Böyle söktük, kolçasını çıxartdıq. Hamısı pasını zibillər, yağışın. Pasını temizleyeyim. Biraz da antifosforun pas temizlensin. Pasını kapıranda problem yaratmasın.
Təzə patimniki qoyacaq bura və sağ. Patimnik yağışların fəsadına görə xarab oldu. Bunları hələ yanacaq saklyoqları. Yaxşı, bu videoyu çək bura. Tut. Direndi. Koy dirensin. Bırak. Tut. Koy dirensin. Boşa. Tut. Artıq da səs yoxdur belə. İndi maşının üstünə üzərinə quraşdırım. Xod deyək, baxaq. Kompresoru bağladım yerinə. Səs azaldı. Kəsdi səs. Bir dənə yuxarıdakı rolikdə qalır. Hansı biridir? Laf yuxarıdakıdır, o pekalı olan. Natici Dinamo üstündeki. Hə, doğrudur. Laf yuxarıdakı səs Çetin gedir. çıxır. Ya çətin çıxmır, çabalaram. Səsi xeyli mazalı.